Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Hamınızı Allahın salamıyla salamlayıram. Esselamu aleykum. Belə sual olunur. Əgər Allah varsa, niyə xəstə uşaqlar var və ya niyə uşaqlar ölür? Bu suala digər sualla cavab verək. Kim söz verib ki, belə hadisələr baş verməyəcək və ya ümumiyyətlə xoşa gəlməyən hadisələr baş verməyəcək və biz ümumiyyətlə harda yaşayırıq? Yəni, bura haradır? Bura cənnətdirmi? Bir misal gətirək maddi həyatdan. Bütün qövmlərə, hər bir qövmə uca Rəbbimiz elçilər göndərib. O elçilər həm xəbərdar edənlərdir və həm də bir nümunədir. Bu maddi həyatda, yaşayışda bir nümunədir. Və bizim Peyğəmbərimiz Muhammed, Allahın ona salavatı və salamı olsun, bizə canlı bir nümunə olaraq göstərib necə bu dünyada necə yaşanılır, necə səbir olunur və necə Allaha ibadət olunur. O Peyğəmbər ki, o başına o müsibətlər gəlib, uşaqları ölüb, həm kiçik uşaqları, həm böyük uşaqlarını dəfn edib və çox acı bir ağrılar çəkib, heç də xoş olmayıb. Yəni, öz övladını dəfn edəndə gözlərindən yaş gəlib, qəlbi hüzünlənib, kədərlənib. Yəni, bu kədəri, bu dərdi, bu müsibəti o yaşayıb. Amma bu onu heç də Allahdan uzaqlaşdırmayıb. Baxmayaraq ki, biz inanırıq ki, etiqad edirik ki, o insanların içərisində ən xeyirli insandır. Və Allahla ən üstün bir ünsiyyəti olandır. Yəni, Peyğəmbərlər içərisində ən üstünüdür, ən fəzilətlisidir. Amma bununla yanaşı, baxmayaraq ki, Allah ona vəhy edir, onunla danışır, uca Rəbbimiz onu çətin sınaqlardan keçirir. Bu bir nümunə olaraq bunu bilmək lazımdır. Ondan sonra ona görə heç kəs haqqı yoxdur ki, desin ki, nəyə görə mənim başıma və ya filan kəsin başına gəlib. Yəni, hər birimiz üçün Allahdan afiyət diləyirəm. Yəni, çətinlikləri, müsibətləri sevmək lazım deyil və onu istəmək də lazım deyil. Sadəcə baş verdikdə ona səbr etmək lazımdır. Bura cənnət deyil, onu bilmək lazımdır. Biz cənnətdə yaşamırıq. Əgər biz cənnətdə yaşasaydıq, onda siz deyə bilərdiniz ki, nəyə görə xəstəlik baş verir? Axı, biz cənnətdəyik, biz həzz alırıq, biz ancaq istirahət edirik, bizim üzərimizdə heç bir yük yoxdur. O zaman bu məntiqli sual olardı. Amma biz cənnətdə yaşamırıq. Biz çətin bir yerdə yaşayırıq. Bura çoxlu çətinliklərlə, sınaqlarla, təhlükələrlə doldu. Heç kəsin qarantiyası yoxdur burada nə baş verəcəyinə. Heç kəs sabah nə baş verəcəyini bilmir. Hansı pis və ya yaxşı hadisənin baş verəcəyini bilmir. Və bunu biləndən sonra həmçinin bilmək lazımdır ki, əslində həqiqət bilmək istəyirsinizsə, bura həbsxanadır. Dünya həyatı həbsxanadır. Amma baxır kim üçün? Kim üçün həbsxanadır? Kimin üçünsə müvəqqəti cənnətdir. Peyğəmbərimiz Allahın ona salavatı və salamı olsun, buyurur ki, iman gətirən üçün, inanan insan üçün, hansı ki Allaha inanıb, iman gətirib, ona ibadət edir, ona itaat edir, onun əmr və qadağalarına riayət edir. Onun üçün bura həbsxanadır. Və ümumi olaraq burada həbsxana, necə deyərlər, məhdudiyyətlər var. İnsan ruhu üçün, nəfsi üçün, maddiyyəti üçün burada məhdudiyyətlər var. Necə ki, insan həbsə girəndə nə baş verir? İnsan məhdudiyyətdə, yəni məhdudiyyətlə əhatə olunur. Yəni, hər tərəfində bir şey var. Azadlığa çıxa bilmir, istədiyi kimi çölə bayıra çıxa bilmir və ya istədiyini yeyə bilmir, istədiyini geyinə bilmir, istədiyi insanlarla ünsiyyət qura bilmir. Bu həbsxana. Eləcə də dünya. Yəni, dünyada da məhdudiyyətlər var. İnsan hər istəyini yerinə yetirə bilmir. Ona görə, yəni, mömin üçün bura həbsxanadır və xəbər verib ki, həqiqətən iman gətirməyənlər üçün, Allaha qarşı küfr edənlər üçün, ona itaat etməyənlər üçünsə bura cənnətdir. Çünki onları elə bir şey, elə bir cəza gözləyir ki, elə bir əbədiyyət, çətinlik gözləyir ki, bura onlar üçün cənnətdir. Və ümumi olaraq yenə də bura həbsxanadır. Yəni, insanlar yerə göndəriliblər. Yəni, Adəm insanlığın, bəşəriyyətin atası bura bir günaha görə göndərilib ki, burada tövbə etsin, islah olsun, geri cənnətə qayıtsın. Eləcə də onun zürriyyəti burada islah olub geri qayıtmaları üçündür. Və həmçinin Allah yaxşılarla pisləri seçmələri üçündür. Və yaxşı ilə pis də nə vaxt seçilər? Çətin günlərdə, çətin ağır vəziyyətdə seçilər. Və sən ümumiyyətlə, yəni buranın xüsusiyyətlərindən xəbərin varmı? Yəni, əhd bağlamısanmı Allahla ki, nə baş verəcək, nə baş verməyəcək? Əslində, əhd göndərilib sənə. Sənin xəbərin yoxdur.
Bu sualı verənlərə yəni müraciət olunur ki, yəni əslində əhd göndərilib. Əhd bu Quran-ı Kərimdir. Uca Allahın aləmlərə rəhmət olaraq göndərdiyi bir kitabdır. Həmçinin aləmlərə rəhmət olaraq göndərdiyi bir elçi var ki, bu kitabı insanlara açıqlayıb. Və sən bunu oxusan, əhdi oxusan, orada görərsən ki, sənin dediyin hadisələr hamısı burada yazılıb. Bax, Quran-ı Kərimdə Uca Allah buyurur ki, Euzubillahimineşşeytanirracim. وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الْأَمْوَالِ وَالْأَنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قالوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ راجعون. Əlbəttə biz sizi biraz qorxu, biraz acılıq, biraz da mal, can və məhsul qıtlığı ilə imtihan edərək səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə onlar deyirlər, biz Allaha məxsusuq və ona da qaytarılacaq. Bu da dünyanın əslində həqiqi necə deyirlər, açıqlamasıdır ki, bu dünya həyatı Uca Rəbbimiz xəbər verib ki, bura sınaq diyarıdır, bura cənnət deyil. Burada hər şey baş verə bilir. Sadəcə burada baş verənlər yenə Allahın hikməti ilə onun nəzarətindən çölə çıxmır. Əgər insan bunu başa düşsə, dərk eləsə, onda o belə suallar verməz. Necə ki, bəziləri o sözü deyirlər ki, əgər Allah varsa nəyə görə sınaqlar var və ya nəyə görə xəstəliklər var, nəyə görə uşaqlar ölür və ya xəstələnir. Və biz dedik ki, bunlar hamısı sınaqlardır. Və sənə bunun barədə əhd göndərilib, xəbər göndərilib. Sadəcə sən bunu oxumamısan. Və sənə də heç kəs söz verməyib ki, pis hadisələr baş verməyəcək. Əksinə baş verəcək ki, çətin günlərdə yaxşılarla pislər seçilsin. Bunu yadda saxlamaq lazımdır. Yaxşı ilə pis nə vaxt seçilər? Ağır günlərdə seçilər. Çətin günlərdə. Və bu dünya günləri də çətin günlərdir. Burada həqiqətən iman gətirənlərlə iddiaçılar seçilirlər və seçiləcəklər və Allah Taala onlar arasında fərq qoyacaq. Və elə imtihan da odur ki, biz sınanaq. Yəni bu hadisələr baş verməsinin əsas səbəblərindən biri odur ki, biz sınağa çəkilək və iddia etdiklərimizdə nə qədər səmimi olduğumuz ortaya çıxsın. Və burada hikmət nədir? Burada hikmət odur ki, insan öz qul olmasını, Allahın qulu olmasını qəbul etməsidir. Yəni bu hadisələr göstərir ki, insanın gücü çatmaz nəyinsə qarşısını almaqda. Əgər Allah bir şeyə hökm verirsə, o mütləq baş verir. Və ona görə də bizə təslimiyyət düşür ki, təslim olaq. İstəsək də, istəməsək də Allah bizi təslim edəcək. Amma ya xoşluqla, ya əksinə. Və Allah da istəyir ki, biz təslim olaq, islah olunmuş halda Allahın rəhmətinə qovuşaq. Allah hamını xeyri müvəffəq eləsin. Esselamu aleykum.